İmam Hüseyn əleyhissalam Hicri 61-ci il Məhərrəm ayının 2-ci günü Kərbəlaya çatdı. O çadırların harada qurulacağını özü təyin etdi. İmam Hüseyn əleyhissalam çadırları Fərəd çayından bir qədər aralı, qumlu və açıq bir ərazidə təpəyə yaxın bir yerdə qurulmasına göstəriş verdi. Bura ətrafı görmək və təhlükəyə qarşı hazır olmaq üçün münasib bir yer idi. Bu gün İmam Hüseyn əleyhissalamın çadırlarını qurduğu həmin yer Xeyməcah adı ilə tanınır və ziyarət olunur. Aşura hadisəsi zamanı bütün çadırlar yarım dairə şəklində idi. Bu taktika düşmən hücumuna qarşı daha yaxşı müdafiə mövqeyi yaratmaq üçün seçilmişdi. Xanımların və uşaqların çadırları bir qədər arxada, İmam Hüseyn əleyhissalamın çadırına yaxın yerləşdirilmişdi. İmamın çadırı isə mərkəzdə idi və ora məclislər üçün istifadə olunurdu. Araşdırmalara görə İmam Hüseyn əleyhissalamın karvanında təqribən 60 çadır qurulmuşdu. Çadırlar arasındakı məsafə təxminən 2 metr idi. Ümumi düzlük 180 metrlik bir sahəni əhatə edirdi. Aşura günü İmam Hüseyn əleyhissalam şəhid edildikdən sonra düşmən ordusu çadırlara hücum etdi. Xanımların zinət əşyalarını, paltarlarını, atlarını və dəvələrini qarət etdilər. Sanki bir-birindən irəlidə olmaq üçün talan etmədə yarışdılar. Bütün çadırlar yandırıldı. İmam Səccəd əleyhissalam və xanımların olduğu sonuncu çadırda düşmən ordusu tərəfindən alova büründü. Tarixi mənbələrdə Xeyməcahın ilk dövrlərdə xüsusi bir bina şəklində olmadığı qeyd edilir. Xeyməcahda ilk kiçik binanı Seyyid İbrahim Mucəbin nəslindən Seyyid Əbdülmömin dədə tikmişdi. O binanın ətrafında xurma ağacları əkmiş və sonradan bu bağça Dədə bağı adı ilə tanınmışdı. Daha sonra miladi 1587-ci ildə Kərbəla şairi Cahan Kəlami bu binanı bərpa edib genişləndirmişdi. Bəzi tarixi mənbələrdə Xeyməcah əvvəllər İmam Zeynəl-Abidin məqamı kimi tanınırdı. Son dövrlərdə İraq dövlətinin müqəddəs ziyarətgahların bərpası komitəsi tərəfindən Kərbəlada ziyarətgahların bərpası ilə yanaşı Xeyməcahın da yenidən qurulması həyata keçirildi. Bu gün Xeyməcahda Aşura gününün xatirəsini anmaq üçün xüsusi ziyarət məqamları yaradılıb. Xeyməcahın memarlıq tərzi yenilənib və burada kiçik zəriflər yerləşdirilib. Müqəddəs ziyarətgaha daxil olarkən iki yerdə sağ və sol küncdə Həzrəti Əbəlfəzl Abbasın xeyməsini xatırladan zəriflə qarşılaşırsan. İki yerdə ona görə xatırlanır ki, bəzi rəvayətlərə görə Həzrəti Abbasın Aşura günü iki xeyməsi olub. Biri İmam Hüseyn əleyhissalamın